Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramı təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabinetinə bir sıra tapşırıqlar verilib. Belə ki, Nazirlər Kabineti 6 ay müddətində Dövlət Turizm Agentliyinin təklifləri əsasında turizm haqqında qanunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir. Həmçinin 3 ay müddətində turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm sektorunun xüsusiyyətləri nəzərə alınmaqla bu mexanizmin təkmilləşdirilməsi təmin edilməlidir. Nazirlər Kabineti eyni zamanda dövlət proqramında nəzərdə tutulan dövlət büdcəsi hesabına veriləcək subsidiyaların şərtlərini müəyyənləşdirməli. Proqram çərçivəsində tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməlidir. Görülən işlər barədə Prezidentə ildə bir dəfə məlumat təqdim olunmalıdır.